Allah'ın salamı olsun bizi izleyen herkese. Mən yenə bugün güllərimi çəkib sizlərlə paylaşacağım. İnşallah. Bu arada burada gördüğünüz kimi mənim arılarım yaman qaynaşır. Bilmirəm, beçə verir, yoxsa bala çıxış eləyir. Amma deyəsən bala çıxış eləyirlər. Onlar elə qaynaşanda balanı çıxardırlar, çölə çıxırlar, təzdən qayıdıb yeşiyə girirlər. Gördüyünüz kimi burada belə bir çiçəyimiz var. Çiçəyin adını bilmirəm, bunun toxumundan səpilir. Amma bunu belə də həyətə əkirlər, belə dibçəyə də əkirlər. Mən dibçəyə əkmişəm. Burada da belə kalonşa güllərimiz var. Bunların rəngindən məndə çoxdur. Amma açıb təzdən solublar. Bu da kalonşadır. Gördüyünüz kimi bu böyükdür. Bunun ağacı böyükdür. Bu da bilmirəm buna nə deyirlər. Bu da kalonşadır mu, yoxsa bilmirəm bunun da adı. Məsələn, maral boynuzu deyirlər dəsən buna. Çox gözəl rəngi var. Yer kökü rəngindədir bunun rəngi çiçəyini. Buradan belə aydın görünmür, amma yer kökü rəngindədir. Burada da belə bir açdı-daşdı balmamız var. Görürsünüz. Mən ancaq bunlara balma deyirəm da. Çünki bizlər buna balma deyirik. Görürsünüz qızlar, burada da belə kəpənək güllərim var. Yonca gülü də deyirlər bunlara. Bax, görün bunlar necə gözəldilər ki. Bax, buranı belə əhatəyə alıblar. Amma hərəsində qablar var da özlərinin. Hamısının özünün qabı var. Bu da bir qeyri-adidir bu. Bunun sortu bir başqadır da. Bunlardan deyil. Burada da bir kitayski rozamız var. Böyle gördüğünüz kimi burada düyməsi var. Bir burada bilmir. Amma açıqlar da, solublar da. Bu dibinə də belə həmişə yaşlaymışam. Bitifdir. Burada da belə bir balmadır. Bunları bildiyiniz kimi toxumundan yetişdirmişəm mən. Toxumundan əkmişəm, bax belə. Görürsünüz. Hələ bunlar balacadır. Amma çiçəkləyiblər belə, açacaqlar. Gördüyünüz kimi burada da kalanşo var, burada sarı rəngidir. Belə. Bu da düyməliyibdir, çox gözəl açır. Açanda inşallah bunu da paylaşacağım. Gördüyünüz kimi bax, kitayski roza burada da var. Gözəl də rəngi var, amma üçcürdür da bu məndə. Bax qızlar, dediyim kimi sukulentləri mən atmıram, yarpaqlarını bura güllərin dibinə yarpaq qırıldıqca tökürəm, belə bax uzanıb yekəlirlər. Burada da gördüyünüz begonyadır. Bu da bir qeyri-adi begonyadır, çox gözəldir, xoşum gəlir bundan. Bu mən bir balaca qənətindən gətirib bitirmişdim, maşallah olsun, görürsünüz. Çox gözəldir. Bu da keçən ildən qalıbdı qabda. Belə buralarını gördüyünüz kimi qırdım. Qırıb təzdən pöhrələdi. Deyə bax, qırmışam, görək köklənibdim, amma köçürtmüşəm də. Görək bunlarda kök var. Görürsünüz, kök atıblar. Adicənə suyun içinə qoymuşam stəkanda. Bax, burada da görürsünüz sukulentləri boş qaba yığmışdım. Görün, indi bunu necə gözəl olacaq. İndi bunu qaba qoyacağım inşallah. Biraz da böyüsün, bunu ilə lay götürüb belə qaba qoyacağım. Bu da bir başqa sukulentdir. Burada da bunun zoğu var, açacaqdır. Bunları da açanda inşallah paylaşacağım sizlərlə. Gələk bura. Ən sevdiyim güllərin yanına. Bax, görürsünüz.
Qızlar, bunları mən toxumdan da əkib bitirmişəm. Toxum da sizə deyim da, bax, toxum budur. Qızlar, bax, bu görürsünüz, toxumdur. Bunu heç vaxt buradan belə qırıb atmayın. Əgər üstündə belə toxumu yoxdursa, bax, məsəl üçün belədir da, bunun üstündə toxum yox. Bunu qırın, solandan sonra atın ki, belə pöhrələsin. Bax, belə, görürsünüz, burjey açır, amma toxum vermir. Amma eləsi var, belə toxumu var. Bunları qırıb atmayın da, bunun biraz deyəndən sonra toxumunu 4 dənə, 5 dənə ya toxum olur. Belə qırın, yumuşaq torpağa əkin. Bax, belə gözəl güllər əldə eləyəsiniz, almağınıza ehtiyac olmayacaq. Görürsünüz, qızlar, necə gözəl açıblar bunlar. Topa-topa açıblar. Rəngləri də çoxdur. Burada ekranda yaxşı görsənmir, amma bunların həqiqətən də çox gözəl rəngləri var. Bax, bu düm ağ deyil, burada var ağ açacaqdır. Amma bu düm ağ deyil da, bunun ortası biraz qızarır. Gördüyünüz kimi. Bu da qeyri-adidir, bundan da çox xoşum gəlir. Bu da çox gözəldir. Ekranda gözəl düşmürlər, amma özlərin canlıda lap çox gözəldilər. Bax, mənim bu güllərim çox gözəldilər. Rəngləri də ayrı-ayrıdır. Hamısının rəngləri gördüyünüz kimi ayrıdır. Çox qablarını dəyişmişəm, inan ki, qızlar. Güllər çoxdur. Qabları alıb çatdıra bilmirəm. Məni izlədiyiniz üçün təşəkkürümü bildirirəm. Kanalıma abunə deyilsinizsə, kanalıma abunə olmağınızı xahiş edirəm. Bax, bu da açacaq. Bu arada onu da qeyd edeyim. Özünüzə yaxşı baxın. Allah'a əmanət olun.